Belə deyək də, tək Abubakar bütün turu kölgədə qoymağı bacardı. Eynən. Mən çox maraqlıdır, izləyicilərin də yəqin ki, diqqətini cəlb edib. Neftçinin sosial şəbəkə hesabının indiyə qədərki paylaşımlarının və Abubakardan sonraki paylaşımlarının statistikasında mən çox diqqət çəkən artım var. Məsələn, əvvəlki bəyənmə sayları da indiki bəyənmə sayı arasında. Yəni, Abubakarın... Gəlməsi ilə təkcə Neftçiyə yoxdur, Azərbaycan futboluna bir qatkısı çoxdur. Yəni, istər media tərəfdən, istər komanda oyunu tərəfdən, klubun forma satışı tərəfdən. İndi əminəm ki, Neftçidəki forma satışları indi bəlkə bunun statistikasını verəcək klub və yox. Amma böyük Azərbaycan sahində əminəm ki, dəyişiklik gətirib çıxaracaq. Əslində gəlişi qeyri-mənalı qarşılanmırdır. Sənin də fikirlərin maraqlıdır. Mən də tərəddüd var idi, yoxsa? Mən də şəxsən mən əslində Neftçiyə yox, onun Qarabağa transferi yadına gəlirsə, birinci gündəmdə idi Azərbaycan mətbuatında. Mən düşündüm ki, Abubakar elə bir fiqurdur ki, yəni Türkiyədə karyerasında xatırlayırıq ki, yəni bəzən nizam-intizamdakı boşluqlarına görə daha çox... O ulduz futbolçulara xas bir xarakterində problemlər var. Amma yəni düşündüm ki, görəsən Qurban Qurbanov və onun komandasında Abubakar falan bu şeyləri göz önünə gətirəndə Çempionlar Liqası hədəf Abubakardırmı, yoxsa da... Yəni bu istiqamətdə mən fikirləşərkən düşündüm ki, məncə ehtiyac olmaz. Amma həqiqətən də Qurban Qurbanov və onun komandasının transfer siyasından çıxdı. Amma Neftçi üçün yararlıdırmı? Yəni, məncə Neftçi üçün yararsız oldu. Ümumiyyətlə, Azərbaycan çempionatında düşünürəm ki, Azərbaycan çempionatı üçün çox yararlı transferdir.